Hər kəsə yetməyə çalışırıq, lakin özümüzə yetə bilmirik. Özünə qulluq etməməyin ən böyük səbəblərindən biridir. Başqalarının ehtiyaclarını qarşılayanda öz ehtiyaclarımızı kənara qoyuruq və onların istəklərinə uyğun olaraq özümüzə dəyər veririk. Həyat bundan ibarətdir ki, sən yalnız dolu sevgi stəkanında başqasına verə bilərsən. Əgər stəkanın boşdursa, sən nə qədər versən də sonunda özün tükənəcəksən. Burn out, yəni tükənmə sindromu məhz elə buradan başlayır. Biz başqaları üçün yaşayırıq, lakin özümüzü unuduruq. Bəzən yox demək, özümüzə zaman ayırmaq, özümüzü sevmək, özümüzə hörmətdir. Biz hörməti başqalarını razı salmaqla deyil, özümüzü razı salmaqla əldə edirik. Çünki öz hörmət qalıcıdır. Özünə diqqət göstərmək, özünü dinləmək, sınırlarını qoymaq. Bu egoistlik deyil, güc və ağıl göstəricisidir. Hər kəsə yox, özünə yetməyə çalış. Unutma ki, sən önəmlisən, özünə yaxşı davran. Bugün yeni bir fürsətdir və yeni bir şeylər edə bilərsən. Terapiyaya yazıla bilərsən, sevdiyin bir işlə məşğul ola bilərsən, dostlarınla görüşə bilərsən. Mən sənə dəyər verirəm, sən dəyərlisən, özünə yaxşı bax.